Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə kəsrlərlə bağlı, qarışıq ədədlərlə bağlı bir qayda başa salacağım. Təbii ki, bu qaydaları suallar üzərində verəcəyik. Bilirsiniz ki, MİQ və sertifikasiya ibtidai imtahanına artıq qarışıq ədədlər, qarışıq kəsrlər bəhsi gətirilir və imtahanda da bu tipli hesablamalar sizin köməyinizə gələcək. Sırf belə bir hesablama düşəcək demirəm, amma məsələnin içərisində bu hesablamanı bacarmalı olacaqsınız ki, o məsələni həll edə biləsiniz. Ona görə bu hesablamanı öyrənməliyik, bacarmalıyıq və imtahanda da qarşımıza çıxan məsələləri həll etmək üçün bu qaydalardan istifadə etməliyik. Başlayaq. Yadınızda saxlayın ki, bu qarışıq ədədləri toplayarkən, çıxarkən düzgün olmayan kəsrə çevirməyə məcbur deyilsiniz. Düzgün olmayan kəsrə çevirib də eləyə bilərsiniz, o da doğrudur. Amma çevirmədən də bunun cavabını tapa bilərsiniz. Vurma və bölmədə vacibdir, mütləq şəkildə onları çevirmək lazımdır. Amma toplama və çıxmada çevirmədən də, yəni düzgün olmayan kəsrə çevirmədən də cavabı tapa bilərsiniz. Əvvəlcə tam hissələri toplayırıq. 4 ilə 8-i toplayacağıq. Eləcək 12 tam. Kəsr xətti çəkirik. 3-də 2 ilə 7-də 2-ni toplayacağam. 3 ilə 7-yə orta məxrəc 21. 21-i 3-ə bölürəm 7. 7-ni 2-yə vuracam 14. Üstəgəl 21-i 7-yə bölürəm 3. 3-ü 2-yə 6. Bərabərdir 12 tam. 21-də 20. Doğru cavabımız olur A variantı. 12 tam 21-də 20-yə bərabər. A yazanlar doğru cavabımızı yazıblar. İkinci sualımıza keçirik. Bu arada bizim tam sıfırdan dərs qruplarımız, sınaq qruplarımız, ümumiyyətlə dərslərimiz haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, istər MİQ, sertifikasiya, abituriyent, monitorinq hazırlığı 055 527 25 99 WhatsApp nömrəsinə yazaraq siz də bizim dərslərimizdən yararlana bilərsiniz. İkinci sualımıza gəldik. Bu iki sualın nömrəsidir, sizi çaşdırmasın deyə bunu qaralayıram. Baxa görə ekranımız necə görünür, hər şey qaydasındadırmı? Əla, ekranımız da rahat görünür. Təbii ki, birinci mötərizənin içərisindən başlayacağıq. Xahişim odur ki, videonu saxlayın, siz doğru cavabı rəydə qeyd edin, sonra bu sualın izahına bir yerə baxaq. Əvvəlcə 4 tam 9-da 6-dan çıxıram 2 tam 3-də 2-ni bərabərdir. 4-dən 2-ni çıxıram, bu öz yerində. 4-dən 2 çıxanda 2 eləyir. Biraz burada bazası olan müdavim 9-dan 6-nı ixtisar aparıb 3-də 2 formasında yaza bilər. Bu da 3-də 2-dir, bu da 3-də 2-dir. Yəni, onlar yoxa çıxır. Yəni, sualın cavabı 2 qalır normalda. Amma bunun indi isbatını verək. 9-dan 3-ə orta məxrəc 9. 9-u 9-a böldüm 1. 1-i 6-ya vurdum 6. Çıx. 9-u 3-ə böldüm 3. 3-ü 2-yə vurdum 6. 2 tam 9-da 0. Bəli, bura 0-a gedir. Yəni 0-ı 9-a bölündə 0 edir. Bəziləri elə bilir ki, 2 və bunun arasında vurma var. Yəni sualın cavabı 0 düşünürlər. Olmaz. Qəti surətdə. Baxın, bu 2 tam 3-də 2 var ha. Burada 2 ilə 3-də 2 arasında toplama var. 4 tam 9-da 6 var ha. 4 ilə 9-da 6 arasında toplama var. Yəni vurma deyil. Vurma hərflə rəqəm arasında olanda görünmür, yazılmır. Amma bunlar arasında görünməyən bir nə var? Toplama var. Bax, məsələn, 6 tam 7-də 2 var ha. 6 ilə 7-də 2 arasında toplama var. Yəni, anlayın ki, 6 tam 7-də 2 riyaziyyatda 6 üstəgəl 7-də 2 kimi qəbul olunur. Bunu qulağında sırıq elə. Madam ki, 2 üstəgəl bu ifadədir. Bu ifadə 0-a getsə belə, 2-nin üstə 0 gələndə bilirsiniz də nə qalır? 2 qalır. Yəni, mötərizənin içərisi 2-yə bərabərdir. İndi 6 tam 7-də 2-ni vuracam mötərizədəki 2-yə, mötərizənin cavabına. Bəli, artıq vurma əməliyyatı varsa, məcburuq ki, düzgün olmayan kəsrə çevirək. Düzgün olmayan kəsrə çevirmək üçün məxrəc olduğu kimi qalır 7. Məxrəci tama vurub, üzərinə surəti gəlirəm. 7-ni 6-ya vuracam 42, üstəgəl 2 elədi 44. Vurulsun 2, bərabərdir. Baxın, bu 2-nin məxrəcini 1 qəbul edə bilərsiniz. Çünki bütün natural ədədlərin, ümumiyyətlə, bütün ədədlərin məxrəci 1-dir. Yəni, İsaməddin müəllimdə bir rəqəm olsaydı, ədəd olsaydı, onun da məxrəci nə olacaqdı? 1 olmuş olacaqdı. Burada da məxrəcimiz, əgər heç nə yazılmayıbsa, natural bir ədəd kimi görürsünüzsə, 1 qəbul olunur. Bərabərdir. 7-ni 1-ə vurdum 7, 44-ü 2-yə vurdum 88. İndi bunu variantlardakı cavablara çevirməliyim. Çünki bu düzgün olmayan kəsir formasındadır. Bizə isə cavablar düzgün kəsirlər formasında verilib. Ona görə 88-i bölürəm 7-yə. 8-in içərisində 7 bir dəfə. Çıx 7, 18, 2 dəfə.
çıx 14, qalıq 4. Yəni 12 tam bölən qismətdir də, düzdürmü? Bölən məxrəcə yazılır 7-də, qalıq da surətə yazılır 4. Oldu 12 tam 7-də 4. Bu izahların hər bir ayrı-ayrılıqda qaydaları bizim Ağabəyli İsaməddin YouTube kanalımızda qeyd olunub. Xahiş edirəm, mütləq kanalımıza daxil olun. Qarışıq kəsirlər, adi və onluq kəsirlər bu başlıq altında bizim izahlarımızı tapa bilərsiniz. Bu sualı bir ekrana gətirək, bir vaxt verək sizə. Əvvəlcə xahişim odur ki, bir videonu dondurun, saxlayın. Özünüz bir yazmağa cəhd edin. Sonra bir yerdə bunun öhdəsindən gələk. Hə, səni gözləmək, dondur, oturub izaha baxma. Ümid edirəm artıq videonu dondurdunuz, özünüz yazdınız, bir cavabı almağa çalışdınız. E variantı görünmürsə, E variantı belə yazılıb ki, digər variantlar doğru deyil. Müəllim, niyə belə bir variant qoymuşsunuz? Çünki biz illərdir imtahanda səhv sualların olduğunu şahid olmuşuq. 2024-də də olsun, 23-də də olsun, 25-də də olsun. Hansısa bir sualda səhv olanda müdavim o sual üzərində çox qalır imtahanda və sonra xəbər tutur ki, sual səhv imiş və bu sualdan mənə bal gələcəkmiş, amma nə edeyim ki, imtahanda mənim bu qədər vaxtım gedir. Ona görə belə bir versiyada yoxladım ki, sual səhv olsun və sual səhv olanda hansısa bir variant yox, E variantı götürə biləsiniz. Yəni sual səhv yox, cavabı olmayan bir sual olsun. Məsələn, 2024-də MİQ imtahanında elə bir hadisə baş vermişdi fəza fiqurlarından bağlı. İndi yazaq. 11 tam 11-də 5, 3 tam 8-də 5 toplayacağım. 11 tam 11-də 5, üstə gəl 3 tam 8-də 5. 11 ilə 3-ün ortaq məxrəci, yəni 11 ilə 3-ü tam olaraq toplayıram. 14 tam. 11 ilə 88 ortaq məxrəc, yəni 8-ə ortaq məxrəc 88-dir. Hər ikisinin bölündüyü ən kiçik ədədimiz 88-dir. 88-i 11-ə bölürəm 8, 5-ə vururam 40. 88-i 8-ə bölürəm 11, 5-ə vururam 55. İndi davam edək. Bərabərdir 14 tam 88-də 95. Düzdür? Düzdür. Mən bu ədəddən 4də 1-i çıxmalıyam. Gəl birbaşa çıxaq. Çıxılsın 4də 1. Bərabərdir. Bunun tamı 0-dır. Bunun tamı 14-dür. 14-dən 0 çıxanda eləyir 14. 14 tam. 88-dən 4-ə ortaq məxrəc 88-dir. 88-i 88-ə bölürəm 1. 1-i 95-ə vururam 95. Çıx. 88-i 4-ə bölürəm 22. Bərabərdir. 14 tam 88-də 5-dən 2 çıxanda eləyir 3. 9-dan 2 çıxanda eləyir 7. 88-də 73. Onsuz da cavablarda görürəm ki, 14 tam cavabı yoxdur. Deməli, nə A variantı, nə B variantı, nə C, nə də D variantı doğru deyil. Variant olur E variantı. Digər variantlar doğru deyil. Çünki bizim imtahanımızda da elə bir sual ola bilir ki, bəli, sualın cavab variantı verilmir. İndi düzdür, bu ildə bir dəfə olur ya olmur. Elə olur ki, problem olmur. Amma problem olan illərdə də sizə hazırlamaq üçün belə bir sualı sizə təqdim etmək istədim. Əgər gördünüz ki, imtahanda hansısa bir sual alınmır, çox vaxtınızı aparır, nə qədər eləyirsiniz, çalışırsınız, yaza bilmirsiniz, keçin üzərindən. Yəni bir suala 10 dəqiqəyə yaxın vaxt aparmaqdansa, ondan sonra daha qısa, daha rahat sualları sürətli yazmaq bizlər üçün daha faydalıdır. Bir daha əlaqə nömrəmizi xatırladaq. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də bizim ödənişli və yaxud da ödənişsiz qruplarımızdan yararlana bilərsiniz. Bu sualın cavabını videonun rəy bölməsinə yazacaqsınız. Bu sizin tapşırıq birinizdir. Videonu bəyənin, paylaşın və rəydə hansı mövzudan izahlar istəyirsinizsə rəy bölməsinə mütləq bunu qeyd edin. Sizin xoş cümlələriniz, rəyləriniz bizlərə motivasiyadır. Çox sağ olun, təşəkkürlər. Sağ olun, növbəti canlı dərsdə görüşərik. Hələlik.